Salam əziz dostlar və dəyərli izləyicilər. Mən dediklərimi etsəz, readingdə olan problemlərinizi çox tez bir zamanda həll edə bilərsiniz. IELTS olan hər kəs yaxşı bilir ki, IELTS reading ilə bağlı strateji videoları ilk paylaşan şəxslərdənəm. Demək olar ilk şəxsəm və bunu davamlı etmək də mənim necə deyərlər vəzifə borcumdur və özə hazırlaşan tələbələrə tam dəstək verməyi də həmişə özümə borc bilirəm. Çünki o insanlara dəstək olmaq mütləq şəkildə lazımdır. Və çalışacağam ki, ara sıra yenə də əvvəl kimi çəkirəm, İndəri də çəkirəm, amma ara sıra yenidən çəkəcəm ki, tələbələrə kömək olsun. Çünki Instagramda, YouTube kanalımız olsa bunlarla bağlı paylaşımlar edirik. Məsələn, burada boşu doldurmada bir söz deyir. Birinci sual heç. Məsələn, lap keçirəm ikinci suala, sırayla gedirəm. Əslində, birinci sualın cavabı çox rahat bir yerdədir. Burada budur. Yəni, bunu əslində bir dəfə paylaşmışam. Amma sırf ikinci sual hissəsini izah eləmək istəyirəm. Demək, ikinci sualda açar sözlərimiz board gameslərlə bağlıdır və burada bizdə and var. Heç bir tərcümə eləmədin. Bu sualın cavabını tapmağa çalışacağam. Deməli, burada baxıram ki, board gamelərlə bağlı burada məlumat var. Turn, taking cümləsi ilə bağlı, sözü ilə, hissəci ilə bağlı burada belə bir söz var. Take turn istifadəsi və burada and bağlayıcı hissəsi var və and-dən də əvvələ nə düşür? Bir söz dediyinə görə avtomatik nəyə götürürəm? Cavabı rules götürürəm. Çox rahatdır və inanıram sizə, verilən strategiyalarla 40 sualdan 20-sinə tam doğru cavab vermək mümkündür. Və növbəti suala gəlirəm. Hansı növbəti sual? Deməli, açar sözümüz uşaqlarla bağlıdır, müəyyən son dəyişimlərlə bağlıdır. Burada dəyişimlərlə bağlı belə bir hissəcik var və burada population hissəsi var. Population insanları bildirən bir sözdür. Mən burada bunu bu hissəciklə görürəm. Nəyin əhalisi insanları və burada baxıram ki, şəhərlər sözü var və cavab nədir? Şəhərlər. Növbəti hissədə bizə deməli free play ilə bağlı belə bir hissəcik var. Bu gəlib düşür hardasa bu hissəyə gəlir düşür. Daha doğrusu bura gəlib düşür. Burada belə bir hissəcik var. Burada fair off var. Deməli bu biraz mənfi məna bildirən bir ifadə olduğuna görə avtomatik bizdə belə bir ideya yaradır ki, bura cavabı tapmalıyıq. Cavabı tapanda da burada mən ümumiyyətlə risk sözünü görürəm. Bunların nə ilə bağlı riskləri var? Traffic ilə bağlıdır. Cavab biri traffic olacaq. Və burada ikisi dalbadal gəldiyinə görə burada as well as ifadəsi var. As well as nə-nəsə yanaşı, eyniliyi bildirən bir ifadədir. Və burada victim sözünü görürəm. Deməli, cavab nədir? Crime-dır. Və növbəti sualı çox rahat şəkildə işləyək. Increased artım deməkdir. Burada baxıram ki, bu da onun sinonimlərindən biridir. Məktəblərdə, burada məktəblərdir. Bundan da əvvələ düşən söz nədir? Yarışlar sözdür. Çox rahat və çox belə necə deyərlər, qısa bir vaxtda təsəlli elədik. Yəni, bunu mən əvvəllərdə işləmişəm, tələbələrlə də işləyirəm. Bu o demək deyil ki, yəni bunu necə deyərlər, mənim üçün tapmaq çox rahatdır. Xeyr, ümumiyyətlə rahat bir hissədir. Məsələn, gəlin lap deyək ki, 7-ci sual işləyək. 7-ci sualda deməli, nəyisə çətinliyindən söhbət eləyir. Support, yəni dəstəkləmək, new policy hissəsi var. Deməli, burada baxıram ki, biz davam edirik bu hissədən və baxıram ki, burada bununla bağlı hissə bura düşür. Deməli, burada belə bir ifadə var. Burada deməli, support eləmək və çətinliyi ilə bağlı hissə bu hissəyə düşür. Nəyinsə çatışmazlığı çətinliyi ilə bağlı düşür və burada cavab nədir? Evidence. Yəni, rahat şəkildə, necə deyərlər, cavabı tapırıq. Yəni, mənə kimsə deyəndə ki, sualları işləmək çətindir, həmişə deyirəm, heç bir şey çətin deyil. Sadəcə biraz diqqətli olmaq lazım. Gəlin, 8 də eləyəyin. 8-ci sualda, deməli, resurslərdən söhbət eləyir. Impact söhbəti var. Play söhbəti var. Rest of nəsə söhbət var. Deməli, biz bayaqki sualı burada tapdıqsa, play söhbəti burada var. Baxaq, bir-bir gəlirik. Və burada impact söhbəti var. Impact söhbəti burada da var. Və hələ ki, cavabı tapmaq bizim üçün biraz çətindir. Çünki burada hər hansı bir uşağın nəyindənsə söhbət eləyir. Bu da avtomatik burada play söhbəti burada var. Sonra impact söhbəti burada var. Bəzən bunları, nə bilim, effektlə, nə bilim, hər hansı bir influence sözü ilə falan impacti dəyişə bilər. Rest of child deyir. Uşağın child deyirsə, burada rest of bu hissə ilə dəyişilib. Life hissəsi nədir? Cavabdır. Çox rahat və çox incə. Ümid edirəm ki, bu videodan sonra boşluqları işləmək üçün çox rahat.